eləyənlər o dəqiqə hiss olunur ki, Başqa başqa havada olurlar, başqa enerjide olurlar. O dəqiqə bilirəm ki, bu pasiyent uzaqdan gəlib və sırf mənə görə gəlib. Bəli, sizə görə gəlmişik. Çox xoş gəlmisiniz. Sağ olun, xoş gəldik. İndi məsləhətinizə birinci gəlmişəm. Nəsə Mən eləmisiniz? heç nə eləməmişəm. PRP olunubdu. Yəni 1 il, 2 il bundan qabaq. Ondan sonra heç nə eləməmişəm. Heç nə eləməmisiniz. Baxıram ki, yavaş-yavaş 34 qırış var. Əsas 5 nöqtə fikirləşirdim, əvvəlki botoks falan eləməyim. Sonra deyirəm, yəni siz nə məsəl bilərsiniz, bilmirəm. Botoks da bəlkə olunmalıdır, yaşım çatır. Yarım qram dolğu da dodağa düz istəyirəm. edirsən, əla edirsən. Hə. Bax, qorxa-qorxa deyirəm, ona deyirəm. Dodaq sənə lazımdır. Dodaq əslində o yarım eləmə. Uzaq yol gəlmirsən. Bax, gözləyirsən, bax, onun ağrısı, bax, onun sonra sağalmanlıqdır. Sənin dodağına sırf 1 qram dolğu lazımdır. 10-ca gün dözəcəksən, 10 gündən sonra istədiyin 0,5 təbii dodaqlar yerində qalacaq. Yəni, çox gözəl olacaq. Heç vaxt yekə bir şey eləməyəcək, heç belə qıraqdan azacaq başa düşürəcək. Çox təbii natural. Botoksa ehtiyacın var və heç də tez deyil. Nə də gecikməmisən, düzdür. Amma yəni botoksu bu dəqiqə 23, 24, 25 yaşında qızlar deyilir. Amma yəni necə eləyir? Ehtiyac varsa. Ehtiyac yoxsa biz onu heç vaxt eləmirik. Ehtiyacınız var, qaş arası, alın və göz ətrafında qırışlarınız var. 5 nöqtə isə sizin yalnız yanağınıza, nazalabiyanıza, dərinizə, dəri məsafələrinizə kömək eləyəcək. 5 nöqtəni də məsləhət görürəm. Həm üzünüzdə sizin biraz bilməm, bu nə ləkələridir belə? Hə, o yəqin gündən düşüb. Hə. Çil kimidir, amma Yox, çil deyil. Nəsə elə bir ki, aknidən sonra qalan ləkədir. Nəticə, yəni dəri tonunuz bərabər deyil. Mən məsləhət görərdim sizə 5 nöqtə, qəşəng dəriniz həm nəmlənəcək, həm qidalanacaq. Yəqin ki, 1 il, 2 il öncə eləmisiniz də PRP-ni. bəli, bəli. Çoxdan oldu. Dodağınızı eləyin, bir dənə isə botoks eləyin. O üçünü bu